Salam değerli izleyiciler. İndi sizə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2-ci qrup 20 sınaq riyaziyyat test toplusundan növbəti 3-cü sınağın icraatını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi, eyni zamanda şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. İlk sualımız belədir. Dərəcələri fərqli olan A və B çoxhəddilərin cəmi dərəcəsi 4n kvadrat çıx 5n, fərqin dərəcəsi isə 3n kvadrat çıx 4n plus 6 olarsa, n'in kiçik qiymətini tapın. Baxın, şərtdə deyir ki, dərəcələr fərqlidir. Dərəcələr fərqlidirsə, deməli birinin dərəcəsi digərinin dərəcəsindən böyük olacaq. Məsələn, A-nın dərəcəsinə x desəm, x, B-nin dərəcəsinə y desəm, fərz edək ki, x y-dən böyükdür. X y-dən böyükdür. Ona görə də cəmin dərəcəsi də ən böyük olacaq, fərqin də dərəcəsi ən böyük olacaq. Və buna görə biz yaza bilərik ki, artıq həm cəmin, həm fərqin dərəcəsi eynidir. Ona görə yazırıq ki, 4n kvadrat çıx 5n bərabərdir 3n kvadratı çıx 4n plus 6-ya. 4n kvadrat çıxılsın 5n çıx 3n kvadrat plus 4n çıx 6 bərabər 0. Burada alınır n kvadrat çıx n çıx 6 bərabər 0-a. Sol tərəfi vurgulara ayırsaq, n çıx 3, n plus 2 deməkdir. Bərabərdir 0-a. Hasil 0-dırsa ən azı biri 0-dır. N çıx 3 bərabər 0 yazırıq. N plus 2 bərabər 0 yazırıq. Buradan alınır n bərabərdir 3. Burada isə n alınır neçə? -2. Bizdə n'in kiçik qiyməti soruşduğu üçün doğru cavabımız 1-də C variantıdır, yəni -2-yə bərabərdir. İkinci sual. A bərabərdir 6-cı dərəcədən kök altında 57, ədədinin kəsr hissəsini tapın. Əvvəlcə biz bunun tam hissəsini tapmalıyıq. Biz bilirik ki, 6-cı dərəcədən kökdə 57 yerləşir. Deməli, mən 57-yə yaxın sağda və solda 6-cı dərəcədən kök çıxan ədədlər yazmalıyam. Sağ tərəfdə 64-dür. 6-cı dərəcədən kökdə 64. Sol tərəfdə isə 1-dir. 6-cı dərəcədən kökdə 1. Buradan 1 çıxır. Kiçikdir. 6-cı dərəcədən kökdə 57. O da kiçikdir. Sağ tərəfdə 64, 2 üstə 6 olduğu üçün oradan 2 çıxır. İndi baxırıq. 6-cı dərəcədən kökdə 57 1 ilə 2 arasında yerləşir. 1 ilə 2 arasında yerləşdiyi üçün onun tam hissəsi olacaq 1. Tam hissəsini tapdıq 1. Ədədin kəsr hissəsi bərabərdir ədədin özü çıxılsın onun tam hissəsi. Doğru cavabımız olacaq burada A variantı. 6-cı dərəcədən kökdə 57 çıx 1. Üçüncü sual. İfadəsinin qiyməti həqiqi ədəd edən alar üçün ifadəsinin qiymətini tapın. Birinci nəyə baxırıq? Verilən ifadə 6-cı dərəcədən verib hər ikisini. Dərəcə cütdürsə, kök 6 ifadə biz demişik ki, mənfi ola bilməz. Buna görə yazırıq ki, A çıx 7 böyük bərabər 0. Eyni zamanda yazmalıyıq ki, 7 çıx A böyük bərabər 0. Buradan alınır A böyük bərabər 7. Buradan alınır isə A kiçik bərabər 7. İndi A-nı ilə seçməliyəm ki, hər ikisini deməlidir. Həm 7-dən böyük bərabər olmalıdır, həm də 7-dən kiçik bərabər. Deməli, burada yeganə A var. O da 7-dir. A 7-dir. Gətirib burada yerinə qoysaq, 5-ci dərəcədən kök altında 7-nin kvadratı çıx 17. Bu da bərabərdir 5-ci dərəcədən kök altında 49 çıx 17-yə. Bu da bərabərdir 5-ci dərəcədən kökdə 32. Bu da bərabərdir 5-ci dərəcədən kök altında 2 üstü 5-ə. Burada 2 çıxır. Doğru cavabımız B variantı 2-yə bərabərdir. Dördüncü sual. A-nın neçə tam qiymətində 54 böl A kub ifadəsinin qiyməti tam ədəddir. Baxın, A-nın özü tamdır. 54 böl A kubu da tam olmalıdır. Burada 54'ü parçalayacağım. Belə yazıram. 1 vur 2 vur 27 yazıram. Bölünsün A kubu.
Baxın, sürətdə 1 və 27. İkisi də kubdur. 1 və 27. Ona görə də A-nın yerinə elə bir ədəd yazmalıyıq ki, ya 1 ilə ixtisar getməlidir, ya da 27 ilə. Deməli, A-nın yerinə 1 yaza bilərik. A-nın yerinə eyni zamanda -1 də yaza bilərik. Sonra A-nın yerinə 3 yaza bilərik, bir də -3. Çünki bunların kubları ilə artıq sürət ixtisar gələcək və nəticə tam alınacaq. Deməli, 4-də doğru cavab B variantı. 5-ci sualımız A-nın hansı qiymətlərində ifadəsinin mənası var? Baxırıq. Biz demişik ki, mənfi ədədlərin kəsr üslü qüvvətlərinə baxılmır. Əgər qüvvət kəsrdirsə və mənfi kəsrdirsə, əsas 0 da ola bilməz. Deməli, əsas nə olmalıdır? Müsbət olmalıdır həm də. Oraya yazırıq ki, 6-2A böyükdür 0 olmalıdır. Əgər kəsr üslü qüvvət, yəni mənfi 5-də 3 yox, müsbət 5-də 3 olsaydı, böyük bərabər 0 yazacaqdı. Mənfi olduğu üçün 0 da ola bilməz. Hər tərəfdən 6 çıxsaq, -2A böyükdür -6-dan. İndi hər tərəfi -2-yə bölsək, bərabərsinin hər tərəfini mənfiyə bölən zaman şey dəyişir. A kiçikdir 3 olacaq. A 3-dən kiçik. Doğru cavabımız olacaq mənfi sonsuzluqdan 3-ə kimi. Yəni 5-də doğru cavab A variantı. Növbəti sualımız 6-cı sual. İfadəsinin ən kiçik tam qiymətini tapın. Burada nəyə baxırıq? Birinci mütərizənin içərisi x çıx 5 bölünsün. Məxrəci yazıram x çıx 5, x çıx 6. X çıx 6 üstəgəl x çıx 7 bölünsün x çıx 6. X çıx 5'dən ixtisar gedir və qalır burada 1 bölünsün x çıx 6 üstəgəl x çıx 7 bölünsün x çıx 6. Bu da bərabərdir x çıx 6 orta məxrəcdir. Sürətləri toplasam sürətlər alınır x çıx 6 və nəticə olur 1. Buranı tapdıq 1. 1'i də x çıx 5'in kvadratına vuranda bizə elə verəcək x çıx 5'in kvadratını. Plus 11. İndi kvadrat ən azı 0'dır. Yəni x çıx 5'in kvadratı ən azı 0'dır. Amma bunun 0 olması üçün x 5 olmalıdır. Amma x eyni zamanda 5 ola bilməz. X eyni zamanda 6 ola bilməz. Çünki burada 5'ə ixtisar eləmişəm x çıx 5'ə. Burada x çıx 6'lar ixtisar gedir və 1 alınır. Yəni x 6 ilə x 5 ola bilməz. İndi x-i yenə 5 yazanda demək burada 0 olur. Demək x 5 ola bilmədiyi üçün bu ən azı 0 ola bilməz. X-i yenə 6 yazanda ən azı 1 çıxır tam qiymət. Deməli 6 da ola bilməz. Amma burada diqqətlə baxsaq, yəni o 1'i x-in 4 qiymətini də alır. X-i yenə 4 yazsaq, alınacaq onda 4 çıx 5'in kvadratı. Deməli 4 çıx 5'in kvadratı üstəgəl 11. Bu da eləyir 1 plus 11, 12. Doğru cavab 6'da D variantı. Qəşəng sualdır. Bu tip sual demək olar ki, yoxdur topluda. Çaşdırıcıdır biraz. 7-ci sual. İfadəsini sadələşdirin. Burada nəyə baxırıq? Burada mən şərt gizlədilib burada. Burada şərt gizlədilib. Burada nə görünür? Y üstəgəl 3A çıx 5 böyük bərabər 0'dır. Yəni demək istəyir ki, y plus 3A böyük bərabər 5'dir. Yəni bu müsbətdir. 5'dən böyük bərabər olduğu üçün müsbətdir. Birinci kökün altındakı ifadə y plus 3A-nın kvadratıdır. İkinci artı kök itəcək. Y çıx 5 plus 3A. Üstəgəl üçüncüdə də modulda 4'ü mütərizə xaricinə çıxarsaq y üstəgəl 3A üstəgəl 1 qalır. Bərabərdir. Burada modul çıxır y üstəgəl 3A. Y çıx 5 üstəgəl 3A. Y üstəgəl 3A müsbət olduğu üçün üzərinə 1 gəlsə yenə müsbətdir. 4'ə vursaq müsbətdir. Yəni qısaca bu olduğu kimi çıxacaq. Olduğu kimi çıxdığı üçün də bunun özünü yazacağım orada. Onda üstəgəl 4y üstəgəl 12A üstəgəl 4. Bu da bərabərdir. Bu da müsbət olduğu üçün olduğu kimi çıxır. Y plus 3A üstəgəl y çıx 5 üstəgəl 3A üstəgəl 4y üstəgəl 12A.
plus 4 bərabərdir. İndi y'lərə baxaq. 1, 2, 2. Burada 4 tane 6y'dir. 6y. 3a, 3a, 12a. 18a verir bizə. Mənfi 5-dən 4-cü mənfi 1. Yəni doğru cavab olacaq Y variantı. 6y 18a çıx 1-ə bərabərdir. 8-ci sual. İfadəsini sadələşdirin. Birinci növbədə mötərizənin içərisinə baxaq. Mötərizənin içərisi. A plus 3 ilə, A plus 3B ilə A çıx 3B ortaq məxrəcdir. Birincinin məxrəcinə bölsək, A çıx 3B qalır. Sürətə vursaq, alınacaq A çıx 3B-nin kvadratı. Çıxılsın. İkincinin məxrəcinə bölsəm, A plus 3B qalır. Sürətə vursam, A plus 3B-nin kvadratı. Üstü mənfi 1. Bərabərdir. İndi üstü mənfi 1 olduğu üçün məxrəclə sürətin yerini dəyişə bilərik. Artı məxrəci mən sürətə keçirəcəm. A plus 3B A çıx 3B. İndi sürət bir dəfə fərqi, bir dəfə cəmi. Fərqləri mənfi 6B eləyir. Fərqləri. Cəmləri isə 2A eləyir. Cəmləri 2A. Birbaşa yazdım. Müxtəsərdir. Bir dəfə fərqini yazırıq, bir dəfə cəmi. Fərqləri mənfi 6B-dir, cəmləri də 2A-dır. Vurulsun, vurulsun. Deməli, məxrəci yazırım bu şəkildə. Artıq digərini də yazın bunun yanında. A çıx 3B A plus 3B. Sürətdə də A kvadrat plus 9B kvadrat. İndi bunlar ixtisar gedəcək və qalacaq bizdə A kvadrat plus 9B kvadrat böl mənfi 12AB. Yəni doğru cavabımız bu şəkildə qalacaq. A kvadrat plus 9B kvadrat mənfi 12AB. Doğru cavab A variantı. 9-cu sual. X-i bizə verib 0 ilə 1 arasında olarsa, ədədlərini müqayisə edin. Deməli, A-nı verib 7-ci dərəcənin x üstü 8. B-ni verib köşdə x kubu. Köşdə x kubu. C-ni də verib 5-ci dərəcənin x üstü 6. Burada ən rahatı nədir? Birinci növbədə köşlərin dərəcələrini eyniləşdirmək. Yəni, köşlərin dərəcəsini eyniləşdirsək, iş bitəcək. Baxırıq, 7, 7, 7, 5 və 2. 7, 5 və 2-nin ərkəbi bizə verir 70-i. 70-i verdiyi üçün, deməli, burada ona vurmam lazım. 70-ci dərəcədən kök altında x üstü 80 olacaq. Burada B olacaq. Yəni 70 olması üçün dərəcə 2-də 35 vuram lazım. 70-ci dərəcədən x üstü 105. C-də isə 70 olması üçün 14-ə vurmam lazım. 70-ci dərəcədən x üstü 84. Hə, indi baxırıq. Köşlərin dərəcəsi eynidir. Köşlərin dərəcəsi eynidir və ədəd də baxırıq 0 ilə 1 arasındadır. Ədəd 0 ilə 1 arasında olduqda qüvvət artdıqca qiymət azalır. Məsələn, biri var 2-də 1 yazım. 2-də 1. Biri var 4-də 1 yazım. Biri var 8-də 1 yazım. Bu 0.5'dir. Bu deməli 0.125'dir. Bu isə 0.125'dir. Getdikcə azalır. Yəni qüvvət artırsa getdikcə azalır. İndi baxırıq ki, burada x üstü 80, x üstü 84, x üstü 105. Deməli, ən böyüyü A-dır. Sonra C-dir, ən kiçiyi də B-dir. Çünki ədəd 0 ilə 1 arasında yerləşdiyi üçün qüvvət artırsa qiymət azalır. Deməli, B C-dən kiçikdir, o da A-dan. Doğru cavabımız olacaq C variantı. 10-cu sual. M parametrin hansı qiymətlə kəsri ixtisar olunandır? Baxırıq. Məxrəcdə x çıx 2 verilib. X çıx 2. Deməli, elə eləməliyik ki, sürətin vurğulardan biri x çıx 2 olsun. Deməli, sürətin vurğu x çıx 2-dirsə, deməli, sürət x çıx 2-yə bölünür. X çıx 2-nin kökü ilə sürətin köküdür. X çıx 2-nin kökü x bərabər 2-dir də. X-in yerinə mən 2 yazsaq,
x-in 2 yazanda nəticə 0 olur. Mən demirəm məxrəc 0 olsun bu. Sadəcə məxrəcin kökü mənə lazımdır. Yəni x2-nin kökü lazımdır mənə. Bilim ki, sürətdə x2 nə vaxt alınır? Yəni x-in 2 qiymətində deməli sürət vurğulara ayrılacaq və orada x2 alınacaq. Onlarda x-a gələcək. X-i yenə 2 yazsaq 2 üstü 4 üstəgəl 2m çıx 22 bərabər 0. 16 üstəgəl 2m çıx 22 bərabərdir 0-a. 2m bərabərdir 6-ya, m bərabərdir 3. M tapılır 3. Doğru cavab burada C variantı. Ya deyirəm, x2 yazdım. O deməkdir ki, bunu məxrəcə gətirib yazmışam. Sadəcə x2-nin kökü mənə lazımdır ki, yəni bilim x2-nin kökü nədir? Onu sürətdə yerinə qoyub 0-a bərabərləşdiririk və m-i tapırıq bu şəkildə. 11-ci sual. İfadəsinin qiymətini tam ədəd edən A-nın ən kiçik natural qiymətini tapın. Deməli, kub kök altında A vurulsun. Burada 288-i vurgulara ayırmaq lazımdır. 288-i vurgulara ayırsaq ondan bilinəcək. 288 yazırıq 144 vur 2. 144 16 vur 9 deməkdir. Vur 2. Bu da bərabərdir. 16 2 üstü 4. 9 3'ün kvadratı. Bir de 2 var burada. 2 üstü 5 3'ün kvadratı. Baxırıq. Deməli 2 üstü 5 3'ün kvadratı. Deməli kub kök çıxmalıdır və A-nın ən kiçik qiymətini soruşur. Deməli mənə lazımdır 2'nin qüvvəti 5'dir. 3'ə bölünməsi üçün 2 üstü 1 lazımdır mənə. 3'ün qüvvəti 2'dir burada. 3 olması üçün bir dənə 3 lazımdır. 3 üstü 1. Yəni A-nın ən kiçik qiyməti bu olacaq. Deməli A bərabər olacaq 6. Doğru cavab Y variantı. 12-ci sual. İfadəsini sadələşdirin. Birinci növbədə burada nəyə baxırıq? Deməli, birinci kök altındakı ifadə beləni yazırıq. Belə kökdə A-nın kvadratı üstəgəl. Kök altında 20 A-nı yazırıq bu şəkildə. 2 vur kökdə A vur kökdə 5. Üstəgəl 5'də yazıram kökdə 5'in kvadratı. Bu birinci kökün altındakı ifadədir. Bərabərdir. Kökün altındakı ifadə bizə verir kökdə A plus kökdə 5'in kvadratı. Bu da bərabərdir. Kökün dərəcəsi 2'dir. Qüvvət də 2'dir. İxtisar gedir və modul içərisinə çıxır. Kökdə A plus kökdə 5. Yəni kökdə A müsbətdir. Kökdə 5 də müsbətdir. Cəmlərdən müsbətdir. Ona görə moduldan olduğu kimi çıxır. Kökdə A plus kökdə 5. Gətirib yerinə yazsaq. Kökdə A plus kökdə 5 çıx kökdə A. Kökdə A'lar islah olunacaq və nəticədə qalır kökdə 5. Yəni doğru cavabımız 12-də D variantı. 13-cü sual. A üstəgəl 1 böl A 5 olarsa A çıx 1 böl A ifadəsinin kiçik qiymətini tapın. Burada nə etmək lazımdır? Deməli, A üstəgəl 1 böl A-nı verib 5. Mən burada hər tərəfin kvadratını alsam, A üstəgəl 1 böl A-nın kvadratı bərabərdir 5'in kvadratı. Alınır A kvadrat. Üstəgəl hadisələrin iki misli 2. Üstəgəl 1 böl A kvadrat bərabərdir 25'ə. Bunu yazdıq. İndi hər tərəfdən mən burada 2 çıxacam. A kvadrat üstəgəl 1 böl A kvadrat bərabərdir 23. İndi təzədən hər tərəfdən mən 2 çıxsam, A kvadrat üstəgəl 1 böl A kvadrat çıx 2 bərabər 21'ə. Sol tərəf bizə verir A çıx 1 böl A-nın kvadratını bərabər 21'ə. Yəni kvadratı 21 olan ədədlər biri mənfi kökdə 21'dir, bir də müsbətidir. Onu yazırıq A çıx 1 böl A bərabərdir plus minus kökdə 21. Bizdən burada kiçik soruşur. Kiçik soruşduğu üçün doğru cavab olacaq A variantı. Mənfi kökdə 21. On dördüncü sual. X üstü 8 çıx 9 X üstü 4 plus 1 0 olarsa X kvadrat üstəgəl 1 bölü X kvadrat ifadəsinin qiymətini tapın. Deməli, nə edəcəyik? Baxırıq. Burada X kvadratı bölmə var. Deməli, birinci verilən ifadənin sağ və sol tərəflərini X 4'ə böləcəm. X 4'ə bölsəm, alınacaq X üstü 4 çıx 9 üstəgəl 1 bölü X üstü 4.
bərabərdir 0. Burada alınır x üstü 4 plus 1 bölü x üstü 4 bərabər 9'a. İndi nə edəcəm? Hər tərəfə 2 əlavə eləsəm x üstü 4 üstəlik 1 bölü x üstü 4 üstəlik 2 bərabərdir 11'ə. Sol tərəf mənə verir x kvadrat üstəlik 1 bölü x kvadratının kvadratı bərabərdir 11'ə. İndi kvadratı 11 olan ədədlər, kvadratı 11 olan ədədlər bir köşdə 11'in kvadratıdır. Bir də mənfi köşdə 11'in kvadratıdır. İndi burada x kvadrat plus 1 bölü x kvadrat olduğu üçün bu mənfi ola bilməz də. Ona görə də yazırıq ki, x kvadrat üstəlik 1 bölü x kvadrat bərabər kökdə 11. Yəni doğru cavabımız olacaq C variantı. 15-ci sual və sual belədir. M-in neçə tam qiymətində ifadəsinin qiyməti tam ədəddir. Burada nə edəcəyik? Sürətdəki hər bir ifadəni məxrəcə bölsək, alınacaq 4m üstü 6 bölünsün m üstü 4 çıxılsın m üstü 7 bölünsün m üstü 4 çıxsın 81 bölünsün m üstü 4. Burada ixtisar gedəcək 4m kvadrat. Burada alınacaq m kub. Burada alınır 81 bölünsün m üstü 4. İndi deyir ki, m-in neçə tam qiymətində. Bura tamdır. Burada tamdır. Deməli 81 bölünsün m üstü 4. Bu kəsir. Bu kəsir də tam olmalıdır ki, nəticə olsun tam. Deməli 81'in elə bir şey, elə bölənləri yazmalıyam ki, onların m-in 4-cü qüvvəti olsun. M-ə tam qiyməti soruşur. Deməli m-in yerinə 1 yaza bilərəm, mənfi 1 yaza bilərəm. 3 bir də mənfi 3 və salam. 4 dənədir. Yəni bundan artığı yoxdur. 1'dir, mənfi 1'dir, 3'dür, mənfi 3'dür. Doğru cavab A variantı. 16-cı sual. İfadəsini sadələşdirin. Burada nəyə baxırıq? Yenə burada gizlədib. Əsas şərti burada gizlədib. Yəni bizə demək istəyir ki, 3x çıx 12 böyük bərabər 0'dır. Yəni altını görə qıraqda yazıb. Yəni 3x böyük bərabər 12, x böyük bərabər neçə? 4. X ən azı 4'dür. Deməli, x 4 olduğu üçün, ən azı 4 olduğu üçün bura mənfidir. Bax, birinci modulun nəticəsi mənfidir. Ona görə də bura mənfi olduğu üçün burada yer dəyişib çıxacaq. Olacaq 5x çıx 20. Üstə gəl. Burada kök itəcək. 3x çıx 12. Burada yenə modul çıxaracaq. 3x çıx 12. İndi burada şərt yazmışıq. 3x çıx 12 böyük bərabər 0'dır. Yəni bura müsbətdir. 8x çıx 32 çıx 32. Üstəlik 3x çıx 12. 11x çıx 44. Doğru cavabımız olacaq 11x çıx 44. Yəni C variantı. 17-ci sual. A və B ədədlərinin standart şəklində yazışında tərtiblər bərabər olarsa, m plus n cəmini tapın. Baxaq, A və B hal-hazırda standart şəkildə deyil. A-nı bizə verib 22 vurulsun 10 üstü m plus 7. İndi 22 10'dan böyükdür. Bizə lazımdır ki, ondan kiçik olsun. Deməli yazmalıyıq ki, 2 tam 10'da 2 vur 10. Vurulsun 10 üstü m plus 7. Bu da bərabərdir 2 tam 10'da 2 vurulsun 10 üstü. Burada qüvvət 1'dir də. M plus 8 olacaq. B bərabərdir 175 vurulsun 10 üstü 5 çıx n-ə. Bunda yazırıq 1 tam %75 vur 10'un kvadratı vur 10 üstü 5 çıx n. Bu da bərabərdir 1 tam %75 vurulsun 10 üstü 7 çıx n. Bunu da yazdıq. İndi deyir ki, bunlar standart şəkildə yazıldı. Tərtiblər. Tərtib onun qüvvətidir. Tərtiblər bərabərdirsə. Tərtiblər bərabərdirsə deyir, m plus n cəmini tapın. M plus n cəmini tapın. İndi baxaq buna. Gəl burada nə alınır? Deməli, biri m plus 8'dir. Digəri də 7 çıx n-dir. 7 çıx n.
İndi onda yazırıq ki, n plus 8 bərabər 7 çıx n-ə. N-i sola keçirsə n plus n olacaq. 8-i sağa keçirsə 7 çıx 8 olacaq. N plus n bərabərdir -1. Yəni doğru cavabımız burada C variantı. -1-ə bərabərdir. 18-ci sual. Kub köşdə a çıx 5 və kub köşdə a kvadrat plus 5 vur kub köşdə a plus 25 ifadələrin qiymətləri qarşılıqlı tərs ədədlər olarsa, a plus 4 ifadəsinin qiymətini hesablayın. İfadələrin qiymətləri qarşılıqlı tərsə deməli hasilləri 1-ə bərabərdir. Ona görə yazırıq ki, kub köşdə a üstəgəl çıx. Çıx 5 vurulsun kub köşdə a kvadrat üstəgəl 5 kub köşdə a üstəgəl 25. Hasil olmalıdır 1. Buradan bizə müxtəsəri verir. A kub çıx b kubunu verir. Yəni bizə verir kub köşdə a-nın kubu çıx 5-in kubu bərabərdir 1-ə. A çıx 125 bərabərdir 1-ə. A bərabərdir 126. A-nı tapdıq 126. Bizdən də soruşur ki, 126 plus 4. Yəni A plus 4. Bu da olacaq 130. Yəni doğru cavab A variantı. 19-cu sual. Deyir ki, tam hissəsi 7-yə bərabər olan A ədədinin kəsr hissəsi 0,4 olarsa, n bərabərdir A üstəgəl üstdən 172 ədədinin tam hissəsini tapın. Deməli, ədədin özü nəyə bərabərdir? Ədədin özü bərabərdir onun tam hissəsi ilə kəsr hissəsinin cəmi. Deməli, A bərabərdir. Tam hissəsi 7-dir. Kəsr hissəsi 0,4-dür. Olacaq 7,4. M də bərabərdir. A plus, yəni 7,4 üstəgəl 3-dən %72. Bu da bərabərdir 2, 4, 7. 4 ilə 7-ni toplayanda 11. 1 yadda 7, 3, 10, 11. M olur 11 tam %12. M-in də tam hissəsi olacaq. M-in tam hissəsi 11-ə bərabər. Yəni doğru cavab Y variantı. 20-ci sual. 5 üstü A-nı verib 9. Bizdən soruşur verilən ifadənin qiyməti. Baxın, verilən ifadəni belə yazırıq. 5 üstü A bölü 2 vur 5-in kubu şeklində yaza bilərik. Bunu da yazırıq. 5 üstü A, 10 üstü 2-də 1. 2-də 1 vur 5-in kubu 125-ə. Bərabərdir. 5 üstü A-nı yenə yazırıq 9. 9 üstü 2-də 1 vursun 125. Bu da bərabərdir. 9 üstü 2-də 1 kökdə 9 demək. Kökdə 9 vur 125. 9-dan kök çıxacaq 3. 3 vur 125. Bu olacaq 375. Doğru cavabımız 20-də D variantı. 21-ci sual. Kökdə A plus kökdə B və kök altında A plus B plus 4 olarsa, A və B həqiqi ədədlər arasında hansı münasibət doğrudur? Burada hər tərəfin kvadratını alsam, kökdə A plus kökdə B-nin kvadratı bərabər kök altında A plus B plus 4-ün kvadratı. Sol tərəfdə alınır. Birincinin kvadratı A. Üstəgəl hadisənin kimisi 2 kökdə AB. Üstəgəl ikincinin kvadratı B. Sağ tərəfdə alınır A plus B plus 4 alınır. A'lar islah olunacaq, B'lər də islah olunacaq. 2 kökdə AB bərabər 4-ə. Kökdə AB bərabər 2. Burada çıxır ki, AB hasili olacaq 4. Yəni A ilə B-nin hasili 4-ə bərabərdir. Bizdə də həmin münasibəti verib. Doğru cavab D variantı. 22-ci sual. İfadəsini mənalı edən A və B həqiqi ədədlər üçün AB hasilinin kiçik qiymətini tapın. Kiçik qiymətini tapın. İndi buna baxaq. 4-cü dərəcənin kök altında. Mənfini çıxardıram qabağa. Mənfi A kvadrat çıx 10A plus 25 olur. Bərabərdir. 4-cü dərəcənin kök altında. Mənfi A çıx 5-in kvadratı. İndi biz bilirik ki, A çıx 5-in kvadratı heç vaxt mənfi deyil. Mənfi deyil, ən az 0 və müsbətdir. İndi əmsalı mənfi olduğu üçün müsbət olsa mənfi vuracaq, mənfi olacaq. Dərəcə də cütdür. Dərəcə cüt olduğu üçün kök altı ifadə mənfi ola bilməz. Deməli, A çıx 5-in kvadratını biz mütləq burada 0 götürməliyik ki, mənası olsun.
Yəni sıfırdan böyük götürsək mənası olmayacaq. Deməli A 5-dir. A-nın 5 qiymətində yalnız bunun mənası var. Keçir o birisinə. 6-cı dərəcədən kök altında mənfini çıxardıram. B üstü 4 çıx 8 B kvadrat üstə 16. Bu da bərabərdir 6-cı dərəcədən kök altında mənfi B kvadrat çıx 4-ün kvadratı. Yəni eyni zamanda burada B kvadrat çıx 4-ün kvadratı mənfi deyil, ən azı sıfırdır və müsbətdir. Müsbət olanda əmsal mənfidir, mənfiyə vurulacaq, nəticə olacaq mənfi. 6-cı dərəcə olduğu üçün, cüt olduğu üçün kökaltı ifadə mənfi ola bilməz. Bunun da mənası olması üçün B kvadratı çıx 4 olmalıdır 0. B kvadrat bərabər 4-ə, B bərabər plus minus 2. Deməli A 5-dir, B də plus minus 2. A vur B hasıl olacaq plus minus 10. İndi bizdən AB hasılın kiçik qiymətini soruşduğu üçün cavabımız olacaq mənfi 10. Yəni C variantı. 23-cü sual. Cəmi 10-a bərabər olan iki müsbət ədədin həndəsi ortasının böyük qiymətini tapın. Deməli, cəm 10-dur. Birinə mən x deyirəm, digəri olacaq 10 çıx x. Həndəsi orta nə demək? Həndəsi orta kök altında hasilləri olacaq da. Kök altında ikinci dərəcədən. X vur 10 çıx x. Bu da bərabərdir. Kök altında 10x çıx x kvadrat. Bu da bərabərdir. Bunu da belə yazırıq. Mənfini çıxardıram qabağa. X kvadrat çıx 10x plus 25. Baxın, plus 25 yazdım ki, tam kvadrat olsun. Mənfi 25 plus 25 yazmalıyım ki, sıfıra geçsin bunlar. Doğru bərabərliyi alınsın. Bu da bərabərdir. Kök altında mənfi x çıx 5-in kvadratı üstəl 25. İndi bura nəyə diqqət etmək lazımdır? X çıx 5-in kvadratı həmişə sıfırdan böyük bərabərdir. Əmsalı mənfi olduğu üçün bunun maksimum qiyməti sıfırdır. Bunun maksimum qiyməti sıfır olanda bunun maksimum qiyməti sıfırdır. Bura maksimum sıfırdır. Sıfır onda maksimum 25 olacaq. Maksimum köşkdə 25 və cavab çıxacaq 5. Deməli, doğru cavabımız burada 5-ə bərabərdir. Burada doğru cavab 5-dir. Bunu bildik 5-ə bərabərdir. 24-cü sual. İfadəsinin ən böyük qiymətini tapın. Deməli, kök A çıx 5 bölünsün. Məxrəci belə yazıram. A-nı yazıram kökdə A-nın kvadratı. Kökdə A-nın kvadratı. 25-də yazıram 5-in kvadratı. Bərabərdir. Kökdə A çıx 5 bölünsün. Kökdə A çıx 5. Kökdə A plus 5. Bunlar ixtisar gələcək. 1 bölünsün kökdə A plus 5. Təbii ki, bunları ixtisar edən zaman şərt yazmaq lazım ki, A 25 ola bilməz. A 25 ola bilməz. İndilik ifadəsinin ən böyük qiyməti. Biz bilirik ki, kökdə A böyük bərabər 0-dır. Deməli, kökdə A böyük bərabər 0-sa, deməli, A ən azı nədir? 0. Onda ən böyük qiymət olacaq 5-də 1. Yəni 0,2. Burada doğru cavab 0,2. Yəni 5-də 1-dir burada cavab. 25-ci sual. En sayda ədədin ədədi ortası 5-dir. Bu ədədlərin hər biri 4 çıxdıqdan sonra alınan ədədlərin ədədi ortasını tapın. Deməli, en sayda ədədi ortası 5-dir. Onların cəmi olacaq 5'in. İndi deyir ki, bu ədədlərin hər birindən 4 çıxdıqda alınan ədədlərin ədədi ortasını tapın. Deməli, hər biri n dənə olduğu üçün hər birindən 4 dənə çıxsam 4n qədər azalacaq. Bunların da fərqi nə olacaq? N olacaq. Yeni alınmış ədədlərin cəmi n olacaq. Bunların da ədəd ortası n-i bölmək lazımdır n-ə. N-də nədir? Cəmdə n alındı. Olacaq 1. Doğru cavab burada 1-ə bərabərdir. -26-cı sual. A-nın neçə natural qiymətində ifadəsinin mənası var. Burada nəyə fikir veririk? A çıx 3-dür 7-də 1. Baxın, qüvvət kəsirdir. Qüvvət kəsirdir və müsbət kəsirdir. Deməli, əsas mənfi ola bilməz. A çıx 3 böyük bərabər 0 yazırıq.
Müsbət kəsr olduğu üçün 0 ola bilər. A böyük bərabər 3. Bunu tapdıq. İkinciyə baxırıq. Dərəcə cütdür. 10-cu dərəcədir. Dərəcə cüt olanda kök altı ifadə mənfi ola bilməz. Böyük bərabər 0 yazırıq. Buradan çıxır ki, A kiçik bərabər 8. Deməli 3 ilə 8 parçasında. Deyir, A-nın neçə natural qiymət. Natural qiymət soruşduğu üçün cavab 6-dan olacaq. 1 ilə 2 yoxdur. Doğru cavab burada 6-ya bərabərdir. Yirmi yeddinci sual və sual belədir. İfadələr üçün uyğunluğu müəyyən edin. Ən kiçik qiymətdir hamısından onsuz da. Baxaq. Bura 0 ola bilməz. Bura 0 ola bilməz. Bura 0 ola bilər. Yəni y kvadrat kökdə 17 ola bilər. Burada problem yoxdur. Ən az bura 0-dır. Bura 0 ola bilmədiyi üçün x kvadrat ən az 0 olmalıdır. Bura 2 üstü 6, 2 üstü 6, 64 plus 8, 72. Deməli 72. Birə D variantı. Baxın, burada heç bir 0 ola bilməz. Heç biri. Ona görə də burası 0 olacaq. Burası 0 olacaq. 2 üstü 6, 64. 289. Üstə gəl bir də 8. 64, 8, 72. 72'nin üstüne 289 gelmeli. O da eləyəcək 361. Doğru cavab A variantı. Sonra burada hər ikisi 0 ola bilər. Yəni burada 0'dır, burada 0'dır və yekun nəticə olacaq Y variantı. Ən kiçik qiymət alınacaq 8. Çünki qüvvət cütdür deyə heç vaxt mənfi ola bilməz də. Ya 0 olmalıdır ya da 0-dan böyük. İşte növbəti 28-ci sual. Və 28-ci sual belədir. Biraz onu kiçildək. Nəşriyyat kitabın ön səhifəsinin sol və sağ hissəsindən köşdə 6/2 cm, üst və aşağı hissəsindən köşdə 6 cm məsafədə olan düzbucaqlı formalı hissənin çapı üçün mürəkkəbdən istifadə etmiş. Qalan hissələr isə mürəkkəbsiz qalmışdır. Hər bir kvadrat metr mürəkkəbli hissənin, yəni sahənin çapı üçün 8 qram mürəkkəb istifadə olunmuş və ümumilikdə 64.000 ədəd kitab çap edilmişdir. Kitabları A və B məntəqələrində yerləşən mağazalara çatdırmaq üçün 2 növ nəqliyyatdan istifadə edilmişdir. İndi baxaq. 28-də nə deyir? Deyir ki, bütün kitabların ön səhifəsinin çapı zamanı neçə kilogram mürəkkəb ehtiyac olduğunu tapın. İndi burada nəyə baxırıq? Birinci, həmin hissənin sahəsini, yəni mürəkkəbli hissənin sahəsini tapmaq lazımdır birinci növbədə. İndi baxırıq, eni ümumi en 16 plus köşdə 6'dır. Amma həm soldan, həm sağdan köşdə 6/2 vaid azaldığı üçün ona görə də nə etməliyəm? 16 üstə gəl 2 köşdə 6'dan çıxmalıyam köşdə 6/2 üstə köşdə 6/2. Bu da eləyəcək 16 plus köşdə 6. Uzunluğu boyunca isə yuxarıdan və aşağıdan köşdə 6 cm yenə kiçilib. Onda mürəkkəbli hissənin uzunluğu da olacaq 32 çıxılsın köşdə 6 plus köşdə 6. Yəni 32 çıxılsın 2 köşdə 6. Bu da bizə verir 2 vurulsun 16 çıx köşdə 6. İndi bu mürəkkəbli hissənin sahəsini hesablayaq. Düzbucaqlı formasında olduğu üçün S bərabərdir. 16 plus köşdə 6 vurulsun 2 16 minus köşdə 6. Bu da bərabərdir. 16 plus köşdə 6 vurulsun 16 minus köşdə 6. Bizə verəcək 16'nın kvadratı çıx köşdə 6'nın kvadratı. Vurulsun 2'yə. 256 çıx 6 vur 2. Bu da bərabərdir 250 vur 2. Bu da bərabərdir 500. 500 nə? Kvadrat santimetr. Çünki ölçüsü santimetrlə verilib. İndi mən bunu çevirməliyəm nəyə? Kvadrat metrə çevirməliyəm. Çünki 1 kvadrat metrdən söhbət gedir burada. Deyir ki, 1 kvadrat metr. Ona görə yazıram ki, 500 santimetr bərabərdir. Kvadrat bərabərdir. Bunu belə yazıram. 500 santimetr vurulsun 1 santimetr. Belə yazsam daha rahat olacaq. 500 santimetr bizə verir 5 metr. 5 metr. 1 santimetr bizə verir 10 üstü -2 metr.
Olacaq 5 vurulsun 10 üstü mənfi 2 kvadrat metr. Deməli, 1 üçün bu qədərdir. 1 üçün bu qədərdir. İndi deyir ki, bizə 64.000 ədəd kitab çap edilmişdir. 64.000. Deməli, bunu vuracağım. 5'i vuracağım. Yəni 5 vur 10 üstü mənfi 2'ni vurmalıyam. 64.000'ə. 64.000'ə vururam. İndi baxaq görək. Yəni nə qədər olacaq? Yəni bu saha nə qədər olacaq? Yəni neçə kvadrat metr olacaq? Bu da bərabərdir. Deməli 2 ilə 0 aparacaq burada. Olacaq 5 vur 640. 640. 5 vur 640'ı da bölməliyəm nəyə? 8'ə. Bunu da 8'ə bölməliyəm. Bunu da 8'ə biləndə 5 vurulsun 80. Bu da bərabər 400. Bu elədir 400. 400 mən tapdım nə? 400 qram tapdım. Amma bizə nə lazımdır? Bizə lazımdır kiloqramla lazımdır. Kiloqram. Deməli 400 qramdırsa onu da 1000'ə böləcəm. Olacaq 0,4 kiloqram olacaq. Növbəti suallarımız situasiya suallarıdır. Nəşriyyat kitabın Növbəti suallarımız situasiya suallarıdır. Nəşriyyat kitabın ön səhifəsinin sol və sağ hissəsindən köşdə 6/2 cm, üst və aşağı hissəsindən isə köşdə 6 cm məsafədə olan düzbucaqlı formalı hissənin çapı üçün mürəkkəbdən istifadə etmiş. Qalan hissələr isə mürəkkəbsiz qalmışdır. Hər bir kvadrat metr mürəkkəbli sahanın çapı üçün 8 qram mürəkkəb istifadə olunmuş və ümumilikdə 64.000 ədəd kitab çap edilmişdir. Kitabları A və B məntəqələrində yerləşən mağazalara çatdırmaq üçün 2 növ nəqliyyatdan istifadə edilmişdir. Yəni 28-ci sual. Deyir ki, bu kitabların ön səhifəsinin çapı zamanı neçə kiloqram mürəkkəb ehtiyac olduğunu tapın. Baxaq. Yəni, baxırıq ki, mürəkkəbli hissənin eni lazımdır. Mürəkkəbli hissənin eni tapmaq üçün ümumi düzbucaqlının enindən 16 üstəgəl 2 köşdə 6-dan çıxmalıyam. Köşdə 6/2 ilə köşdə 6/2'nin cəmini çıxmalıyam. Bu da bərabərdir. 16 üstəgəl 2 köşdə 6 çıx köşdə 6. Bərabərdir 16 plus köşdə 6. Yəni, mürəkkəbli hissənin uzunluğu lazımdır. 32'dən çıxmalıyam. Köşdə 6 ilə köşdə 6'nın cəmini. 32 çıx 2 köşdə 6. Bunu da belə yazırıq. 2 vurulsun 16 çıx köşdə 6. Deməli, mürəkkəbli hissənin enini və uzunluğunu tapdım. İndi sahəsi S bərabər düzbucalı olduğu üçün uzunluğunu eninə vuracağım. Vurulsun 16 plus köşdə 6. Bu da bərabərdir. 2 vurulsun. Bura bizə nəyi verir? Müxtəsər vurmanı verir. 16'nın kvadratı çıx köşdə 6'nın kvadratı. Bu da bərabərdir 2 vurulsun. 256 çıx 6. Bu da bərabərdir 2 vurulsun. 256'na 6 çıxanda 250'yə. Bu da bərabərdir 500. 500 amma kvadrat santimetr. Çünki ölçü kvadrat santimetr olacaq. Santimetrə verildiyi üçün. İndi burada baxırıq ki, bizdən isə soruşur. Kvadrat metr deyir burada. Ona görə də 500 kvadrat santimetr yazıram. 500 santimetr vur 1 santimetr. Bu 5 metrdir. Bu da 10 üstü mənfi 2 metr. Olacaq 5 vurulsun 10 üstü mənfi 2 kvadrat metr. Bunu tapdıq. Deməli, mürəkkəbli hissənin sahəsi neçə olurdu? 5 vurulsun 10 üstü mənfi 2 kvadrat metr. Bir dənəsi üçün. İndi 64.000 daxil. 64.000. Ona görə də 64.000 ədəd kitab olduğu üçün ümumi sahə olacaq 5 vur 10 üstü mənfi 2 vur 64.000. Bunu yazdıq. Bu ümumi sahədir. Və hər kvadrat metr üçün də 8 qram olduğu üçün bunu da bir də 8'ə vuracağım. 8'ə. Bu bizə verəcək ümumi neçə qram istifadə olunub.
Ümumi neçə qram. Amma bizdən soruşur suallar. Neçə kiloqram? Ona görə bunda minə bölməliyik. Bunu da minə bölsək iş bitəcək. İndi yəni bunu hesablayaq. Bunu minə bölək. Minə böləndə 3 dənə 0 getdi. 3 dənə 0 getdi. Bu da bərabərdir. 10 üstü mənfi 2 düşəcək aşağı 100 şəkildə. 8-dir. İndi bunu hesablayaq. 8-i 5-ə vuraq. 8 vur 5. Onu da 1-ə vuraq. 64-ə. Bizə verir 2560. 2560. Bunu da 100'ə bölsək olacaq 25,6 kiloqram. Yəni doğru cavab burada olacaq 25,6 kiloqram. 29-cu sual. Birinci növ nəqliyyat hər 100 kitabı A məntəqəsinə çatdırmaq üçün M-0,2 AZN, B məntəqəsinə çatdırmaq üçün M+0,3 AZN. İkinci növ nəqliyyat hər 100 kitabı A məntəqəsinə çatdırmaq üçün N-0,4 AZN və B məntəqəsinə çatdırmaq üçün isə N+0,1 AZN və s. tələb edərsə, diaqramda verilmiş sayda kitablara uyğun nəqliyyatlarla A və B məntəqələrinə çatdırmaq üçün lazım olan vəsaiti M və N ilə ifadə edin. İndi burada nəyə baxırıq? Burada əsas məsələ iki növ nəqliyyatımız var. Birinci növ nəqliyyat olsun, bir də ikinci növ nəqliyyat. İki dənə məntəqə var. A məntəqəsi, B məntəqəsi. İndi birinci növ nəqliyyat hər 100 kitabı A məntəqəsinə aparır. A məntəqəsinə M-0,2 AZN-də. B məntəqəsinə aparır M+0,3 AZN-dən. İndi ikinci növ nəqliyyat A məntəqəsinə hər 100 kitabı aparır N-0,4 AZN-dən. B məntəqəsinə aparmaq üçün isə M+0,1 AZN və s. tələb edir. İndi baxaq. İndi birinci növ nəqliyyat, baxaq qrafikə baxaq. Deməli A məntəqəsinə aparıb 12.000 kitab. Hər 100 kitabı aparır bizə neçə? M-0,2 AZN-dən aparır hər 100 kitabı. Ona görə ümumi vəsait olacaq 120'ni, daha doğrusu 12.000'i böləcək 100'ə, vuracaq nəyə? M-0,2'yə. Burada ixtisarlar gələcək. 120'ni içəri vursaq 120 M çıx 24. 24. Bu birinci növ nəqliyyatın A məntəqəsinə apardığı kitablara görə aldığı vəsaitdir. İndi B məntəqəsinə 8.000 kitab aparıb 8.000'i böləcək yenə 100'ə. Çünki hər 100'ə alır. Hər 100 dənə kitaba görə ödəniş alır. Vurulsun B məntəqəsinə M+0,3. Bu da olacaq. Deməli, sıfırlar ixtisar gələcək burada. 2 0. 80 M üstə gəl 24. 24. Bunları toplasaq toplamda olacaq 200 M. 200 M. Deməli, birinci növ nəqliyyatın, yəni tələb etdiyi vəsait 200 M-dir. 200 M. İkinci ikinci növə. İkinci növ A məntəqəsinə aparıb 6000 kitab. Ona görə onun qazandığı olacaq 6000'i böləcəyinə 100'ə. Hər 100 kitabı alır. 100'ə vuracaq. A məntəqəsinə aparıb N-0,4 AZN-dən. Sağ gələcək içinə 0. 60 N çıxılsın 24. İndi B məntəqəsinə aparıb 10.000 kitab. 10.000'i böləcəm 100'ə. Vuracam. Deməli, M+0,1'ə. 2 dənə 0 getdi. 100'ü də içəri vursam 100'in üstə gəl 10 alınacaq. İndi ümumi məbləğ burada ikinci növ qazanıb nə qədər? İkinci növ qazanıb deməli 160 N çıx 14. Hamısı bir yerdə olacaq vəsait 200 M üstə gəl 160 N çıx 14. Yəni tələb olunan vəsaiti M və N-dən asılı olaraq tapdıq. Nəhayət gəldi çatdıq. Sonuncu sual, 30-cu sual.
Bu kitabda çap olunmuş tapşırıqlardan birinin izahını Leyla müəllimdən soruşur. Bu tapşırıqda x kvadrat plus ax çıxı 18 çox 50'sinin vurguları ayrılışı x plus 6 x çıxı a olduğunu verilərsə a-nı tapın. Deməli, baxırıq. Çox 50'nin ayrılışı x plus 6 və x çıxı a olduğu bilərəkdir. Baxın, vuruğun biri x plus 6'dır. Deməli, vuruğun kökü ilə buranın da kökü olacaq da. Vuruğun kökü mənfi 6'dır. Deməli, mənfi 6'nı mən burada yerinə yazsam, nəticə sıfıra getməlidir. Ona görə yazırıq. Mənfi 6'nın kvadratı üstə gəl. A vurun mənfi 6 çıx 18 bərabərdir 0. 36 çıx 6a çıx 18 bərabər 0. 18 bərabərdir 6aya a alınır 3. A-nı tapdıq 3. Deməli, doğru cavab burada 3'ə bərabərdir. Sualların izahı bu qədər. Kanala dəstək olmağı, abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Siz kanala dəstək olmaqla mən də sizə inşallah dəstək olacağım.